Salamlar hər kəsə. Bu gün sizlərə çox maraqlı bir məlumatı göstərmək istəyirəm. Əsas toxunduğumuz mövzu olacaq HTTP və HTTPS-in fərqi. Burada HTTPS-in rolu nədir? Niyə biz onu deyirik ki, daha təhlükəsiz olur? Adətən bu intervyuda da soruşulan bir suallardan biridir. Çoxumuz böyük ehtimal elə yalandan atırıq ki, HTTP secure deyil, HTTPS amma security'dir. Amma o arxada nə baş verir, onu bəlkə də aydın olmur. Olsa elə əzbərləmişik cavab veririk. Mən istəyirəm bu məsələləri real example üzərindən baxaq, həqiqətən görək nə baş verir, necə görünür, bu harda görünür, bu nə deməkdir, ona aydınlıq gətirək. Bu məsələlər üçün bizə nə lazımdır? Simple bir node üzərindən API düzəldəcəyik və o API-yə sorğu atacaq. Misal üçün, adi bir login API-yi post sorğusu atacaq. Bunu HTTP və HTTPS üzərindən edəcəyik və baxaq görək nə baş verəcək. Onun üçün mən sürətli şəkildə davam edəcəm. Çox da vaxt aparmayacağım. Bir node application düzəldirik. PHP-JSON bu formada olur. Express-i yükləyirik. Sadəcə bizə Express lazımdır. Rootları yazmaq üçün. Bu qədər. Bunu install etdik. Ondan sonra bir server.js faylı düzəldirik. Bu formada bir example post API login yazırıq. Burada konsolda görmək istədiyimiz məlumatları çıxardırıq. HTTP serverimizi qururuq. Bunu hələlik saxlayaq. İndi gələcək bu hissəyə. 4001 portunda bunu run edirik. npm run start localhost 4001-də artıq bizim API-miz işləyir. Postman açırıq. Localhost 4001. Ora sorğu atırıq. Success cavabı gəlir. Konsola da gördüyünüz kimi request payloadımız çıxır. Doğladığımız. Buradan bu formada həm protokolu çıxardıram, həm də payload. Bu qaydada yəni biz sorğu atırıq normal olaraq və görürük. Əslində eyni şey HTTPS üzərindən də yəni eyni məntiq olur. Burada hələ ki heç nə yoxdur. Məsələ hələ qabaqdadır. İndi burada sual yaranır ki, bu gedib gələn dataların görsənmə məsələsi necə baş verir? Bunu kim görə bilər, necə görə bilər? Hətta bəziləriniz belə cavab verir ki, biz onsuz da harasa bir sorğu atanda network tabını açıb payloadı görə bilirik. O zaman bunun nə mənası var? Misal üçün, harasa bir Facebook'a login oluram, network açıb, onun payloadda nə göndərdiyimi görə bilirəm. Bunun nə mənası var? Bu da maraqlı bir sualdır. Bunun o mənası var ki, misal üçün, bizim ümumiyyətlə network'ı açıb, orada nəyəsə baxmağımız, bu bizim lokalımızda baş verən bir şeydir. Bu ancaq bizə aiddir. Bu göndərilən məlumatlar bizə məxsusdur. Ona görə də biz onu görə bilirik. Burada məsələ odur ki, bizim hər hansısa bir saytımızla server arasında kimsə ortaya girə bilirmi? Hər hansısa bir internet provider, hacker və s. Məsələ oradadır. Onlar bu məlumatı oxuya bilirmi? Yəni bizim saytımızla server arasında, bizim lokalımızla yəni server arasında ortada yəni kimsə varmı oxuya bilən? Fərz edək ki, biz buradan qoşulmuşuq, bir sayt açmışıq. Facebook'a tutaq ki, login oluruq. Facebook'un serverləri xarici Amerikadadır. Biz ora login olub post sorğusu atanda hələ ortada bizim işlətdiyimiz Wi-Fi söhbəti var. Əsas elə risk bu internet üzərindədir. Biz harasa sorğu atırıqsa, məsələlər, bütün sorğular bu Wi-Fi üzərindən keçir, gedir, çatır serverə. Tutaq ki, biz hər hansısa bir Wi-Fi işlədirik, KTV-dir, bir linkdir və s. Bizim
göndərdiyimiz, qəbul etdiyimiz bütün məlumatlar bunun üzərindən gedib gəlir. Və bu da o deməkdir ki, internet provayderlər və yaxud xakerlər ortaya girib bizim gedib gələn məlumatları görə bilər. Kimsə misal üçün KTB-nin bir linkin provayderinə hücum edib, yəni ələ keçirdib, bütün ölkənin gedib gələn məlumatlarına görə bilər. Və yaxud sırf misal üçün birinə müdaxilə edib gedib gələn məlumatları görə bilər. Əsas da risk oradadır. Onu necə görürlər, nə ilə görürlər? Onun üçün Windows üçün olan toollardan biri elə Wireshark-dır, misal üçün. Bunun vizual tərəfi falan yaxşıdır deyə elə bunun üzərindən biz buna baxa bilərik, nə baş verir. Windows x64 üçün bunu yükləyirik, install edirik. Mən əslində yükləmişdim, indi videoya görə yenidən bunu mən də install edəcəm. Downloads gedirik. Ranas administrator deyirəm. Next deyirik. Next deyirik. Bunlar olduğu kimi qalır. Next deyirik. Start menüyə əlavə etməyə ehtiyac yoxdur. Desktop ikon yarat. Bunlar qalsın. Bu folderə yükləm. Burada vacib şeylərdən biri bu mcap-dır. Məndə artıq currently installed mcap versiyon. Mcap artıq birləşdirib install olunub. Əgər bu kimdəsə yoxdursa, bura check qoyub yükləməlidir onu. Yox, belə bir yazıbsa artıq varsa ehtiyac yoxdur. Davam edirik. Misal üçün, bu oxşar məntiqdir. USB kap yoxdur. Ehtiyac varsa, misal üçün, belə bir şey çıxacaq. Bu şey install edib yükləmək lazımdır. Belə buna hələ ki ehtiyac yoxdur. Mcap bizə bəs eləyir, birinci. Məndə artıq o quraşdırılıb. Install deyib davam edirik. Completed oldu. Next deyirik. Finish. Artıq Wireshark-ı biz yüklədik. Desktopa düşdü. Elə oradan Ranas administrator deyirəm. Və proqram açılır. Proqram açılanda artıq Wi-Fi adapterləri oxuyur, görür. Və gördüyünüz kimi artıq burada Wi-Fi üzərindən dalağa düşdü. Yəni ki, mənim bu dəqiqə qoşulduğum Wi-Fi üzərindən məsələn 5-6 nəfər qoşulub bizdə. Artıq bu görür ki, Wi-Fi üzərindən məlumatlar gedib gəlir. Burada qabağına çat kimi bir proses düşür. Bu da lokal adapterlərdir. Misal üçün biz lokaldan nəsə test eləsək, o bura düşəcək. Hələ ki biz lokal hosta nəsə run eləməmişik. Gördüyünüz kimi burada nəsə baş vermir. Amma Wi-Fi üzərindən bu dəqiqə nələrsə gedir. Biz indi bunu start captcha deyərək daxil oluruq və artıq proses başlayır. Artıq Wi-Fi üzərindən kim hara daxil olursa, yəni qoşulmuş şəxsə mən onu izləyə bilərəm. Misal üçün gəlin elə bir dənə browser açaq. Görürsünüz. Olsun deyək ki, Aliyev.net öz saytım. Fikir verin. Bütün məlumatlar gedib gəlir. Mən misal üçün sayta gəlib. Yəni, bunu başqa da, yəni kimsə arasa girirsə, bunlar hamısı düşür bura loqa. Və fərz edin ki, bu tool sizin işlətdiyiniz Wi-Fi providerin əlində ola bilər və yaxud hackerin əlində ola bilər. Tutaq ki, biz işlədirik, nə bilim, bir link, KTV, onun provideri belə bir şey eləyə bilər. Götürüb bunu qoşa bilər və artıq bütün millətin gedib gələn datalarını oturub oradan izləyə bilərlər. Ki, kim hara nə göndərir, nə məlumat göndərir, hara login olur, hansı kart məlumatlarını daxillər, hamısı açığa çıxır. Əgər siz təhlükəli bir sayta girmişsinizsə, burada o artıq rol oynayır. Misal üçün, təhlükəli saytlardan olsun
biri var idi bayaq. http://forever.com. Məsələn, bunun yoxdur. Burada belə bir filtr məntiqi var. http://request. Filtr edirəm ki, ancaq post və get metodlarını filtr edə burada. Onu kliklədik. Açıram bunu, misal üçün. Bax, ancaq get requestlər indi görə bilirik. Hər dəfə buna yeni bura get request atır. Biz bura daxil olduqda artıq bunun məlumatları açılır. Və biz burada artıq normal get sorğusunu görə bilirik. Bu həmin o məlumatın açılmış olmasıdır. Və görürsünüz, hər şey görünür. Normal oxunur yəni. Çünki niyə görə normal oxunur? Bu HTTP üzərindəndir. Amma HTTPS sorğularda biz burada heç nə başa düşə bilmirik. Məsələn, mən burada normal oxuya bilirəm ki, ayət Mozilla falandır. Nə bilim, application XML-dir, image-dir, encode-dir, belə şeylər. Sonra tarix falan və buradakı məlumatlar ora çıxır. İndi bu sadə bir get sorğusudur, heç nə yoxdur. Fərz edin ki, burada biz nəsə bir sorğu açsam, login olsa, hamısı çıxacaq bura. Admin, nə bilim, admin, username, password, hamısını biz burada rahat görəcəyik. Və eyni qayda ilə HTTP üzərindən siz hər hansısa bir məlumatlarınızı paylaşırsınızsa, credentiallar, login məlumatları, kart məlumatları və onlar bu formada burada açığa çıxır. Və istənilən provider tərəfindən adam girib onları izləyə bilər. Əslində bu hakerlərin, nə bilim, kartdan pul oğurlamağının çoxsunun belə şeylərdən çıxır. Girib təhlükəli saytlarda nəsə eləyirlər və belə şeylər oturub izləyirlər, görürlər ki, filan kəs hansısa sayta girdi, filan məlumatı daxil elədi və s. İndi gəlin bunu elə lokal üzərindən davam edək. Bunu sileyim. Təmizlədim bunu. Stop deyim. Okay. İndi qayıdaq bura. npm run start 4001'də artıq bu application run elədim. İndi mən postmanım. Bura sorğu göndərsəm. Baxın, bu Wi-Fi-da dalğa var. İndi mən başlayıram postmandan bura sorğu göndərmə. Gördünüz, adapter, loopback, traffic capture. Bu işə düşdü. Çünki lokal hostda yəni hansısa bir application işləyir. Bizim göndərdiyimiz şeylər düşür artıq bura. Start capture deyirik. Yine açıram buranı. Görürsünüz, artıq sorğuları tuta bilirik. Yenə də burada filtr eləyək. Request HTTP request hələ burada istədiyimiz kimi filtrlər yaza bilərik. Bu da indi ayrıca bir mövzudur. Mən exam or operatoru qoyaraq istədiyimiz şey yaza bilərik. Və yaxud birbaşa HTTP request saxlayaraq bütün HTTP requestləri filtrləyib baxa bilərik. Mən hələ ki belə eləyirəm, daha rahat başa düşək. Və davam edək. Baxın, post request atıram. İndi gəlin bunun birinə daxil olaq. Bunun birinə daxil oldum, post request. Görürsünüz nə baş verir. Username, admin, password 1256. Hansı ki burada göndərdiyim payloadda göndərdiyim şey request payload admin 1256 və həmin bu request üzərində mən onu izləyə bilirəm. Kimsə login olur və belə bir post göndərir bura login API ilə username admindir, password da 123456. Artıq bununla mənim bunun məlumatlarını əldə edirəm və girib onun əvəzindən o sayta login ola bilərəm. Bu formada bu təhlükə var. İndi gəlin həmin application-ı biz run edək HTTPS-lə. Onu HTTPS-lə run etmək üçün bizə mkcert lazım olacaq. mkcert github.com philosophical
MKCert. Bura daxil olaraq elə MKCert Windows yazsaz bu şey çıxacaq GitHub profili. Bura daxil oluraq, burada installation qaydası göstərilib. Bu sertifikat faylları yaratmaq üçün sadə interfeysdir, command. Mən bunu istifadə etdim. Windows üçün Choco install MKCert. Terminal açırıq. Administrativ terminal açırıq, command line. Məndə onun hazır qalır. Biraz əvvəl etdim eyni şeyi. Misal üçün Choco install MKCert. Qaydını etdim. Install olanda yükləndi, hazırdır. MKCert deyərək o komandlarına baxa bilərik. İndi bu haqda detallı araşdırma eləyə bilərsiniz. Nə komandları var, ChatGPT-də falan baxa bilərsiniz. Misal üçün, mən istədim ki, spesifik yerdə sertifikat keyləri yaradaq. Öz belə bir folderində, search folderini düzəltdim. Bu komand sayəsində MKCert, key file, pəsi veririk. Misal üçün, sertifikat key pəsi, bir də cert pəsi. Cert file olur, key file olur. İkisinin də pəsini veririk bu qayda ilə və hansı domain olacaq. Qeyd edirik localhostda. Localhostda yəni sertifikat yaradırıq. Onu dedikdən sonra artıq burada search folderinin içində o sertifikat yaradır. Nicat, development, search. Gördüyünüz kimi 2 dənə sertifikat faylı yaradıb. Bunları kopyalayıram. Gətirirəm. Node application'ımda bir search folder düzəldirəm. Daha sonra bunu açıram. Burada fs və https import edirik. Cert fayllarını oxuyuruq. Sertifikat fayllarını bu qaydanı oxuyuruq. Bir options'da mənimsədirik. Ondan sonra https ilə biz bir HTTPS server yaradırıq 3443 portunda. Save etdik. Yenidən npm run start deyirik. Artıq həm HTTP həm də HTTPS portunda application'ımız işləyir. İndi hostmanımızı açaq. Vibe şarkımızı da açaq. Burada göndərdiyimiz kimi normal olaraq gördüyünüz kimi düşür. İndi biz keçsək 3443 HTTPS portundan biz sorğu göndərsək username admin artıq gördüyünüz kimi bu formada onu tuta bilmir. Biz indi buranı təmizləməliyik. İndi gəlib sonra atsam olsun. Baxın, şifrələnmiş artıq məlumatlar gedir. Artıq heç buradan heç şey də başa düşmək olmur. API yəni hansıdır falan. Bunu oturub bir-bir analiz eləmək lazımdır. Onu da amma tutmaq olar. İndi hansıdır bunlardan biri. Ondan da xüsusi şey var. Misal üçün ya burada TLS falan yazmalıyıq. Və yaxud TCP nöqtə port bərabərdir 443 olmalıdır. Belə bir filtr edək, ancaq HTTPS sorğularını filtrləyək. Baxın. 401, 302 içindən təkrarlanır. İndi biz bunları açsaq, görürsünüz, heç nə başa düşmək olmur. Hər ikisi şifrələnir və bunu açmaqda mümkün deyil, çünki onun sertifikat keyi biz tərəfdədir. O kiminsə əlinə keçsə, bəli, bunları artıq dekrypt edə bilir. Ona görə sertifikat fayllarında yəni gizli qorumaq lazımdır. Və həmin bu HTTPS, HTTP söhbəti budur. Bunun üstünlüyü budur. HTTPS ilə gedəndə məlumatlar bu formada şifrələnir. Onu Wi-Fi üzərindən oxumaq mümkün olmur. Amma HTTP isə gördüyünüz kimi hər şeyi açır tökür, aydın formada onu oxumaq olur. Ümid edirəm ki, faydalı bir video olacaq, bu məlumat olacaq, həm də çox vacib bir məsələdir. Kimə maraqlıdırsa, yəni əslində maraqlı olmalı, yəni IT sahəsində
proqramlaşdırma ilə məşğul olan hər bir kəsə izləməyiniz mütləq tövsiyə olunur. Və son olaraq bu məsələlərə bir daha vurğulamaq istəyirəm ki, HTTP ilə olan saytlarda heç vaxt, heç bir şəkildə şəxsi məlumatlarınızı paylaşmayın. Login məlumatıdır, xüsusilə də kart məlumatlarıdır. Yəni HTTP ilə olan saytlarda heç bir halda kartla ödənişlər eləməyin. Firuz bu məlumatların elə loqlama məsələsi var. Bunlar yaddaşa yazılır, loqlanır. Misal üçün internet provayderlər, hakerlər girib sonra loqlara baxıb gün üzərində analiz edirlər ki, görək nə baş verir, gün üzərində kimlər nə göndərib, filtrlər eləyərək müəyyən məlumatlara baxa bilərlər. Yəni HTTP üzərindən gedən hər şey açıq-aşkar ortaya çıxır. Ona görə maksimum diqqətli olun. Çalışın həmişə HTTP üzərindən login məlumatları, kart məlumatları və digər şəxsi məlumatlar istifadə edin. Hələlik bu qədər. Sağ olun. Özünüz də artıq bu istiqamətdə araşdırmalar edə bilərsiniz. Məlumatlar zaten çoxdur internetdə. AI toollarımız var. Detallı araşdırmalar edib daha da dərinliyinə girə bilərsiniz. Mən indi fundamental səviyyədə bir informativ məlumat paylaşdım sizlərlə. Hələlik bu qədər. Sağ olun.